Çoxdandır bağa gəlmirsiniz. Bizi köçürəndə deyirdiniz ki, bir iki günə siz də köçəcəksiniz. Əyləşin. Tanış olun, atamdır. Ata tanış ol, mənim köhnə dostlarımdandır. Selam. Dünən gəlib Bakıya. Hoş gelmişsin. Əyləş yanımda. Əyləş bala. Bəs məni niyə qonağımızla tanış etmirsən, Qaya? Yoxsa elə bilirsən Yox, ki... Sevda, gəl. Tanış ol, Sevda. adı Tərlandır. Utanca oğlandır. Siz bununla... Tərlan. Tərlan, mənim ən çox sevdiyim addır. Hələ məktəbdə oxuyarkən Tərlan adlı şeirə musiqi də yazmışdım. Nəysə. Əyləş bala. Əyləş mənim yanımda. Allah bahisinin evini yıxsın. Yaxşı, bura ne üçün gəlmisiniz? Axı bugün konsilium olmalı idi. Getdik. Dedilər ki, Kəmalə xanımı vurublar. Tuttu yaxamdan ki, gedək Qayadan öyrənək. O hamıdan yaxşısını bilər. Hə, ne olub Qaya? Burada dedilər ki, onu da elə məni vuran adam vurub. Yox. Soymaq istəyiblər. Ay namə, utanmır, arvada əl qaldırır. Sevda, sən dur evə get. Özündə darıxma. Kəmalə xanım bugün də deyirdi ki, xəstəxanadan çıxan kimi müalicəyə başlayacağım. Qaya, Mən Kəmalə xanımın yanından gəlirəm. Qaya doğru deyir Sevda xanım. nə bilim. Sağ olun Tərlan. Sağ ol. Hə, nə deyəcəkdim? Ev sarıdan korluq çəksən, bir baş bizə köç, bağa. Qüdrət də bizə qonşudur. Sağ ol. Ev sarıdan körlük çəksən bizə köç, bağa. Qüdrət də bizə qonşudur. Leytenant Qarayeva.